Cənnət və cəhənnəmə inanırsınızmı? İnsanların cənnəti də var, cəhənnəmi də var. Hardadır o? Onu göstərə bilsəydim, yəni deyə bilsəydim hardadır, bu çox rahat, yəni siz də soruşmazsınız yəqin ki. Əslində o bizim elə bayaq dediyimiz vicdanımızın içində yerləşir. Vicdanımız bizə yaşadır cənnət və cəhənnəmi. Hər kəsin öz mələyi var. Necə ki, Peyğəmbərə o mələk götürürdü Quran ayələrini, hər kəsin, hər bir insanın özünün mələyi var. O mələk ona o haqqın nə olduğunu deyir. Niyə bəs biz eşitmirik? Yox, biz şeytanı eşidirik daha çox. Yox, elə eşidirik onu. Eşidirik. Onun səsi də bərk çıxır. Biz eşidirik də onu. Bu nəyə bənzəyər? Məsəl üçün, biz yerdən keçirsən, sürətlə keçirsən, bir adam da əl eləyir sənə. Sən o qədər sürətlə keçirsən ki... Görmürsən. Yox, görsən də deyirsən ki, daha mən necə saxlayayım? Saxlaya bilməzsən, bəli. Sürətin çoxdur. Çoxdur sürət. Tələləri, o cəhənnəmin tələsini biz qururuq. Və özümüz üçün qururuq onu. Çünki o zamanı buraxırıq ki, güya bu zaman necə ki bir çox dərdlərin əlacıdır, bunu da unutturacaq. Zaman ağrı kesicidir. Kəsir, ağrı. Kesir, müvəqqəti kesir. Amma o günlərin bir günündə yenə də ortaya çıxır. İnsan öz içinə endikcə ki, tək qaldığı zaman özü ilə ki, o mütləq baş verir. Məsəl üçün, mənə görə o hər gün yatmazdan əvvəlki bir dövr var, zaman var orada. Yuxuya gedənə qədər. Gedənə qədər. Orada demirəm ki, mən orada nə etmişəm, onları gözümün qabağını götürüb əziyyət çəkirəm. Bəraət qazanmağa çalışıram, adını belə qoyaq. Etdiklərimə bəraət qazanıram. Onlara bir düstur axtarıram ki, təmizə çıxardım özümü. Bunu buna görə etdim. Özümü təmizə çıxartmağa cəhddir o. Həmin o vicdanı qarşısında, hər kəsin öz vicdanı qarşısında o cür bir imtahan verir. Amma bu ağır işləri var bunun. Məsəl üçün, böyük günahları var, insan törətdiyi, kiçikləri var. Zavodda işləyən 5000 adamı idarə eləmək var. Bir kiçik yerdə 5 nəfər idarə eləmək var. Bunlar fərqli-fərqlidir.